Bu neçə gündə insanlara blog haqqında danışıram. Necə inkişaf elətdirmək lazımdır, necə takipdə yığmaq lazımdır falan və onun faydaları haqqında. Bəzi insanlar da düzdür, girir mənim kanalıma və baxır ki 1200-1300 takipçi var. Ən azından bu fikir gəlir ki, yəni çox bilən idin, özvə yığardın o takipçiləri. Əslində o fikirlə də razıyam. Amma əslində elə deyil. Çünki mən özüm o 400 takipçiyə qədər hardasa 2 ay, və işte istədiyim 2 ay yarım falan vaxtım getdi. Sonra bəzi şeyləri öyrəndim və qalan 800-900 takipçi isə mənə yəni 7-8 günə gəldi. Yəni belə deyim də, qrubu desək günə 100 takipçi. Bununla inşallah 3000 takipçi tezliklə olandan sonra Telegram kanalda, yəni bağlı kanalda əlbəttə ki, kim istəyərsə qoşular, orada izah edəcəm. Əssəlamu aleykum.